işləri onlara pul qazandırır, müştərilərinə isə gözəllik. Ata-babalarımız bunlardan istifadə edir. Burada sərf olunan əmək çox böyükdür. Səbrə ehtiyac var. Bu sahədə heç nə qarşılıqsız qalmır. Qiymətlər heç də ucuz olmur. Bu 3000-4000 də ola bilər. Bəs uğur qazanmaq üçün nələr məsləhət görülür? Eyni məhsulu həm xanımlara, həm də bəylərə satmaq qədər məntiqsiz ikinci bir addım ola bilməz. Məhsul keyfiyyətli olmalıdır. Onu dəqiq şəkildə öyrənməliyik. Faydalı məhsul ortaya çıxarırsınız və müştərilərinizdən sizə təşəkkür gəlir. Biz bu saat onu yaşayırıq və o maraq bizim keçmişdə qalan bütün zəhmətlərimizin üstünü örtür. Biznesi Ələkbər Şərbətov üçün apardığı kimyəvi tədqiqatların nəticəsidir. İxtisasca da kimya müəllimidir. Daim biliklərini tətbiq edəcəyi fərqli sahə axtarıb. Təbii kosmetik vasitələr hazırlamağa qərar verib. Liseydə işləyərkən böyük bir laboratoriyamız var idi. Şagirdlər üçün birbaşa şagirdin özünə təcrübələr apartdırırdım. Eksperiment təcrübəm olmasına baxmayaraq, özüm yeni məhsul ortaya qoyarkən bu məni çox həyəcanlandırdı ki, mən sabun əldə elədim, mən şampun əldə etdim və sonra bu həyəcan bizi artıq necə deyirlər, tətikləyir ki, bu məhsulu daha da inkişaf elətdirək. Təbii ki, ilk hazırladığımla indiki məhsul arasında yerlə göy qədər fərq var. Hələlik o şampun və sabun çeşidləri ilə kifayətlənib. Gələcəkdə məhsul sayını artırmağı düşünür. Tələbatı araşdıraraq özü üçün bir neçə istiqamətdə müəyyənləşdirib. Ləkələrin, məsamələrin aradan qaldırılması, qırışlara qarşı vasitələr və uşaqlar üçün nəzərdə tutulmuş məhsullar. Azərbaycandakı əhalinin bəlkə də çox hissəsində saç dərisinin sürətlə yağlanması problemi var. Biz bu məsələnin üzərində getdik və bu bizim üçün aparıcı bir xətt oldu. Əsas məqsədimiz və fəlsəfəmiz bu idi ki, tam təbii məhsullardan hazırlanmış kosmetik vasitələr olsun. Uzun araşdırmalardan sonra Ələkbər Şərbətov məhsulları dəri tiplərinə uyğun çeşidləməyə qərar verib. İşə 4 çeşiddə cəmlədiyi sabun və şampunla başlayıb. Bunun üçün düyü qabığı yağı, nar çəyirdəyi yağı, kükürt və digər vasitələri müxtəlif reseptlərdə bir araya gətirib. Bizim sabunların hamısı yağlardan ibarətdir. 50% demək olar ki, zeytun yağıdır. Qalanları isə digər hər bir sabunun tərkibində 4-5 cür bitki yağları var, hansı ki, onlar hamısı qiymətli yağlardır. Amma hansı yağdan nə qədər gəldisə qarışdırmaq olmaz. Bunların, məsələn, uşaq sabunu üçün hansısa bir 4 yağ və yaxud da nar çəyirdəyi yağı üçün hansısa bir 6 yağ. Amma bunların bir yerdə uyğun şəkildə sintez olunması lazımdır ki, o effekti verə bilsin. Biz bu tərkibi təyin edə bildik və sanki onu biz özümüz üçün pasportlaşdırdıq. Təbii kosmetika işinə yeni başlayanlar öncə müştərilərin tələbləri və üzləşdikləri əsas dəri problemlərini araşdırmalıdırlar. İşi hansı istiqamət üzrə quracaqlarına qərar verməlidirlər. Sonra sertifikat əldə etməlidirlər. Başladıqları gündən məhsulun keyfiyyətinə önəm verməlidirlər. Müvafiq loqo, özünəməxsus qablaşdırma seçib bununla tanınmaq daha məqsədə uyğundur. Biznes qurularkən o biznesin əsas təməllərindən biri onu analiz eləməkdir, onun ölkə bazarında və eyni zamanda qlobalda alternativlərini tapmaq, onların uğur və ya uğursuzluq faktorlarını göz önünə almaqdır. Əgər biz bu işə başlayırıqsa, birinci növbədə onu dəqiq şəkildə öyrənməliyik. Sonra hazırladığımız yer laboratoriya şəraiti olmasa belə, ev şəraiti olsa belə, orada təmizliyə və gigiyenik qaydalara riayət olunmalıdır. Çünki bir dəri orqanizmidir və biz dəri
üzərindən orqanizmə müəyyən fəsadlar verə bilərik. Təhsilini aldı, krem hazırlamağı bacardı. Həqiqətən də bu krem onun üçün yəni ki, yaxşı bir nəticə verdi. Bunu geniş istifadəsi üçün, satışa çıxartmaq üçün nə edir? Emalatxanada əczacı olmalıdır, kimyager olmalıdır. Kremlərin tərkibini doğru düzgün qeyd eləmək, baxmaq lazım, yoxlamaq lazımdır. Onun üçün geniş, yəni biznes məqsədi ilə istifadə edə bilərlər. Bu işdən pul qazanmaq istəyirlərsə, daha çox yayılmasını istəyirlərsə, birinci növbədə onların tərkiblərinə diqqət edəsinlər. Onların tərkiblərinin açıq şəkildə onların qutuların üzərinə yazılması və bunun üçündə müəyyən orqanlara müraciət eləyərək onlara sertifikatların alınması lazımdır. Əks təqdirdə biz bu kremlərin satışı ilə məşğul ola bilmərik, bu qanuni ola bilməz. Bundan sonra isə sırf məhsul və insanlara, kateqoriyalara uyğun individual məhsullar çıxarda bilərlər. Misal üçün deyək, 0-5 yaş arasına ayrı məhsul çıxarda bilər, deyək ki, 10-15 yaş arasına ayrı məhsul çıxarda bilər. Çünki ortalama onların standart, xüsusən də baxımla bağlı problemləri standart olaraq dəyişir. Yəni bu 19 yaşında bir xanımda və ya bəydə yaşanan hansısa problem böyük ehtimal ki, digər eyni yaşda olan insanlarda da yaşanır. Sırf onlar üçün individual məhsullar çıxartsalar, həmin kateqoriyalar üçün daha uğurlu olar. Bu peşədə uğur qazanmaq üçün əsas şərt bilikdir. Kommunikasiya bacarıqları mütləqdir. Həmçinin satış, marketinq təcrübəsi də biznesi irəli apara bilər. Birinci irəliləmək üçün onun təhsilini almalıdırlar. Əgər bir şey gözəl öyrənəndən sonra keçir onu ləvazimatlarına, yağlarına, maddələrə. Yağ dedikdə hər hansı bir yağı götürüb dəriyə vurmaq olmaz. Quru dəri üçün istifadə olunan yağlar ayrıdır, onu bilməlidirlər. Yağlı dəri üçün ayrıdır, problemli dərilərimiz üçün ayrıdır. Yəni bütün bunları hamısını dərindən öyrənmək lazımdır. Kimyəvi tərkib və reaksiyalar, maddələr haqqında məlumatlı olmalıyıq. İkinci, təbii olduğu üçün bitkilər haqqında məlumatlı olmaq lazımdır və onların insan orqanizminə təsiri ilə bağlı geniş məlumata malik olmaq lazımdır. Çünki bəzən elə olur ki, biz şampunumuzun tərkibini inkişaf elətdirərkən bizim standart bilinən şampun tərkibindən kənara bəzi şeyləri özümüz təyin etdik. Bu da öz biliklərimiz sayəsində oldu, araşdırmamız sayəsində oldu ki, hansı bitkini və ya onun tozunu və ya onun yağını əlavə etsək, bu hansı effekti verə bilər. İşlə məşğul olmaq üçün ilk növbədə yaxşı olar ki, müəyyən qədər tibbi məlumatları olsun. Bunlar tibb bacıları ola bilər, əczaçılar ola bilər, kosmetoloqlar ola bilər. Çünki kremlərin hazırlanması üçün onlar insanların dəri tiplərini bilmək gərəklidir. Amma bəzi hallarda özünü inkişaf etdirməyi sevən xanımlarımız da var ki, heç bir tibbi biliyi olmasa da belə çox mükəmməl şəkildə bunları edə bilirlər. Kurslardan öyrənərək təbii kosmetik vasitələr hazırlaya bilərlər. Yeni başlayanlar üçün birincisi geniş araşdırma imkanı olmalıdır. Təbii ki, Azərbaycan dilində olmayacaq. Ən azı türk dilində və ya rus dilində və ingilis dilində səhvlərdən qorxmamaq lazımdır. Biznesi qurduqda təkcə bizim maddi tərəfimizin güclü olması demək deyil, daha çox emosional və iradə tərəfimizin güclü olmasından söhbət gedir və eyni zamanda analitika tərəfdən. Çünki biznes quran insanlar təkcə dünəni və bugünü analiz eləmirlər, onlar növbəti 1 ili, 5 ili analiz edirlər. Bu işi davam elətdirmək üçün böyük bir səbrə ehtiyac var. Məsələn, bir məhsulu hazırlayıb 6 həftə gözləməliyik ki, onun nəticəsini yoxlayaq. Mənim məhsulum keyfiyyətlidir, amma kimsənin bir problemini həll etmirsə, bu bazarda rəğbət görməyəcək. Birincisi, onu alandırmaqdır, onun üçün səbirli olmaq lazımdır. Təbii kosmetikanın əsas xam malını soyuq sıxım yağlar təşkil edir. Daha çox qazanc üçün xam malı birinci əldən almaq məsləhətdir. Əsasən zeytun, badam, avokado, lavanda yağları, bitki ekstraktları və mineral pigmentlərdən istifadə olunur. Tərkibindəki mineral və vitaminlərin parçalanmaması üçün bütün proseslər aşağı temperaturda aparılmalıdır. Məsələn, şampun hazırlamaq üçün biz gizlikən tozundan istifadə edirik. Bunu astaradan, lerik dağlarından əldə edirik. Onu gətiririk, quruduruq. Sonra onu üyüdürük və şampunumuzun tərkibinə
daxil edirik. Gil var, istifadə etdiyimiz bentonit gili var, ağ gil var və başqa gillər var. Bunlar da hərəsini ya Azərbaycanın müxtəlif rayonlarından, ya da ki, xarici ölkələrdən əldə edirik. Hardasa 10-a yaxın yağ istifadə edirik və bundan başqa da çiçək ekstraktları, lavantadır, çay ağacı çiçəyidir, rozmarin çiçəyinin ekstraktlarından istifadə edirik. Bunlar həm ətirləndiricilər, həm də antibakterial kimi fəaliyyət göstərirlər. Krem hazırlayırıqsa, onun tərkibinə qatılan yağın milliqramını bilməliyik. Yəni hansı bu qatqıda hansı yağlarla hansı yağları bir-birinə əlavə etmək olar. Məsələn, əgər o yağlar birlikdə həll olunmursa, istədiyimiz nəticəni, istədiyimiz kremi biz əldə edə bilməyəcəyik. Bəziləri var ki, Azərbaycandan əldə edirik, bəziləri var ki, Türkiyədən gətiririk, bəzi maddələr var ki, Rusiyadan alırıq. Bizim aldığımız məhsullar ki, məsələn, yağ alırıq Türkiyədən, həmin o fabrikin öz sənədləri var həmin məhsul haqqında. Dövlət tərəfindən verilmiş sənədlər var, güvənliliyi haqqında. Biz postsovet ölkələrindən xam mal əldə ediriksə, əgər postsovet ölkələrinin hansısa birində və yaxud da ki, Avropa ölkələrinin hansısa birində bir müharibə və ya iqtisadi çaxnaşma düşərsə, bu zaman bizim xam mal çatışmamazlığımız olacaq və müştəriyə istədiyimiz qədər istədiyimiz məhsulu çıxara bilməmə şansımız yaranacaq. Bütün bunlar hamısı nəzərə alınmalıdır ilk gün öncədən. Bir də digər ölkələrdə bunun alternativlərini tapmaq lazımdır. Bu sahədə tanınmaq, satışı artırmağın yolu reklamdır. Mütəxəssislər təbii kosmetika biznesində xüsusilə referans marketinqini məsləhət görürlər. Bu, müştərilərdə məhsula güvən yaradır. Alıcıların müsbət rəylərini davamlı paylaşmaq lazımdır. Həmçinin biznes məhdud istiqamətdə qalmamalı, daim genişlənməli və yenilənməlidir. Ölkəmizdə bəzi trendləri görürük ki, hansı ki, onlar bazara girdikdə çox keyfiyyətli, çox uyğun qiymətə və s. daxil olurlar. Daha sonra isə müəyyən bir bazar payı aldıqdan sonra artıq keyfiyyəti və xidməti aşağı salmağa başlayırlar ki, nəticədə onlar ilk öncə qazandıqları qədər qazana bilmirlər və bu markalar maksimum 4-5 il ərzində artıq bazardan çıxmağa məcbur qalırlar. Birinci növbədə məhsul keyfiyyətli olmalıdır. Əgər məhsul keyfiyyətlidirsə, onda onun alıcı sayı artacaq. Əgər məhsul keyfiyyətli deyilsə, onu hər kəs də tanıyırsa, bir müddət sonra onun satışı, yəni əvvəlki kimi olmayacaq. Ona görə birinci növbədə mənim fikrimdir, məhsul keyfiyyətli olmalıdır. Marketinq analizlərində belə bir məfhum var ki, biz bir müştəridə qazanmaq üçün ortalama 50 manat büdcə xərcləyirik, amma eyni müştəriyə təkrar məhsul satmaq üçün isə 20 manat büdcə xərcləyirik. Bu o deməkdir ki, eyni müştəriyi əlimizdə saxlayıb təkrar məhsullar satdıqda biz təxminən 2,5 dəfə büdcəmizə qənaət etmiş oluruq. Bu baxımdan da məhsulumuz və xidmətimiz çox keyfiyyətli olmalıdır. Təbii ki, keyfiyyətli məhsulu istifadə edən insanlar artıq bunu marka şəklində də görə bilirlər. Bunun üçün də markalaşdırmaq və sosial şəbəkələrdən istifadə etmək önəmlidir. Əhalinin təxminən 70%-i 30 yaş aşağısında sayılır Azərbaycanda, 70%-ə yaxın daha doğrusu. Bu insanların təxminən 4,2 milyonu hər gün sosial media hesablarından istifadə edir, müxtəlif sosial mediadan. Sadəcə olaraq hər məhsul satıcısının, hər məhsul tükəticisinin və s. istifadə elədiyi konkret bir sosial platformalar var. Bir sosial media platformasında biz X qədər büdcə xərclədikdə 10 müştəriyə çıxa biləriksə, digərində bu 8, 7 və yaxud da ki, tamamilə əksi 15-20 də ola bilər. Bunlar sadəcə olaraq ölçülməlidir. İlk mərhələdə təbii ki, şəxsi əhatə böyük rol oynayır. Həm ilk dəfə verdiyin məhsula qarşılıq ala bilirsən, geri bildirim bildirir. Nə hansı problemlər var, hansı müsbət cəhətlər və mənfi cəhətlərini söyləyir səmimi olaraq. Biz də ona görə məhsulda bir dəyişiklik eləyə bilirik. Sonrakı mərhələdə artıq sosial şəbəkədən istifadə edirik. Bizim bazarda ümumiyyətlə individuallıq çox önəmlidir. İnsanlar ciddi bir ayrım qoyurlar. Yəni eyni məhsulu həm xanımlara, həm də bəylərə satmaq qədər məntiqsiz ikinci bir addım ola bilməz. Mütləq şəkildə bunlar ayrılmalıdır, xüsusən də kosmetika bazarından danışırıqsa. Amma bu o demək deyil ki, biz təkcə xanımlara xitab eləməliyik. Hətta mən düşünürəm ki, bu çox yaxşı olardı ki, sırf bəylər üçün kosmetik xidmət verən bir şirkət olsun. O həm tək olduğuna görə qiymət siyasətində də azad olacaq, istədiyi qiyməti qoya biləcək.
Mütəxəssislər işə başladıqda ilk 2-3 ayı gəlir barədə düşünməməyi məsləhət görürlər. Bu, biznesə hazırlıq, bazara çıxış mərhələsini əhatə edir. Böyük bizneslərdə bu müddət 2 ilədək uzana bilər. Bu zamana qədər isə işə yatırım etmək lazımdır. Burada elə də ciddi büdcələrə ehtiyac yoxdur. Çünki sizin bir qısıtlı məhsul istehsal eləməlisiniz ki, onu bazara çıxardasınız, müştərilərlə qovuşdurasınız. Onların feedbackinə görə onu onsuz da dəyişəcəksiniz. Biz heç bir dünya markasının ilk öncə indiki prototipi qədər keyfiyyətli olduğuna, mükəmməl olduğunu görmürük. Test mərhələsindən sonra nə qədər investisiya lazım olacaqsa, orada artıq aydın olacaq. Bu işə başlayarkən ehtiyatla başladıq. Geri bildirimlər yaxşı olduqca hər bir məhsula qarşı onun üzərində daha da çox çalışıb və daha çox pul yatırmağa başladıq. Bu şəkildə bu günə qədər 10.000 manata qədər xərcləmişik. Amma yenə də işi böyütmək üçün əlavə məbləğə ehtiyacımız var. Bizim özümüzdə də yazmasaq, qeyd etməsək, bizim özümüzdə də qaranlıq qalır ki, biz nəyə xərcləmişik bunu? Gözümüzə görünməyən çox xərclər var. İstər yer, kira elədiyiniz yer olsun, pul olsun və yaxud da ki, qablar olsun, aparatlar olsun. Biznes hansı nöqtəsində olursa olsun, mütləq şəkildə gələn maliyyənin, gələn dövriyyənin 5-10% marketinqə ayrılmalıdır. Təxminən 70% ora gedəcək avadanlıqlar. Bizim inventar dediyimiz nöqtə var ki, bu təxminən dövriyyənin 60%-ni formalaşdırmalıdır. Eyni zamanda 10-15%lik bir dövriyyə kapitalı da standart gündəlik o məhsulun həyata keçməsi üçün lazım olan xərclər var. Onlar üçün ayrılmalıdır. Yerdə qalan büdcə isə, əgər orada biz komanda işlədəriksə, o komandanın əmək haqqısına ayrılmalıdır və nəzərə alınmalıdır ki, o komanda 3 ay ərzində orada çalışacaq minimum və 3 ay ərzində biz satışdan gəlir əldə etməyə bilərik. Onların 3 aylıq kapitalizasiyası da qırağa qoyulmalıdır. Kiçik məbləğlərdən nəzərdə tutsaq, 700.000 manat arasında bir məbləğlə biz sterilizasiya alətlərini, istifadə edəcəyimiz şüşə qabları, ölçü vasitələrini əldə edə bilərik. Daha sonra ikinci növbədə isə lazımdır bizim qablaşdırılmamıza aid olan məbləğlər və daha sonra isə məhsulun xam maddəsinə keçirik. Bu bizim hazırlayacağımız məhsulun miqdarından asılıdır. Bu 500 manat da ola bilər, 1000 manat da ola bilər, ondan daha çox da ola bilər, daha az da ola bilər. Xam maddələrin hər birini ölkəmizdə əldə etmək çətindir, tapılmır. Bəzən düşünürlər ki, biz aşağı kütləyə xitab eləsək daha çox qazanarıq. Çünki aşağı kütlə milyonlardır, premium kütlə yüzlərlə, minlərdir. Amma elə deyil. Misal üçün 100 nəfərə məhsul satıb hərəsindən 1 manat qazanmaq o qədər də uğurlu sayılmaya bilər. Amma 2 nəfərə məhsul satıb onların hərəsindən 100 manat qazanmaq və 50 manat qazanmaq bizə nəticədə eyni qədər məbləğ qazandırır. Amma buradakı gedən sərfiyyat, bizim itirdiyimiz enerji yüzlərcə dəfə fərqlidir. Sırf biznesində əsas məqsədlərindən biri budur ki, biz minimum eforla, minimum əziyyət çəkərək maksimum gəlir əldə edə bilək. Satışdan asılıdır. Əgər nə qədər çox satsanız, o qədər çox qazancınız olacaq. Və yaxud da sizin istehsal gücünüzdən də asılıdır. Ola bilər ki, ehtiyac çoxdur, amma siz o qədəri çatdıra bilmirsiniz. Böyük bir bazar tutarsanızsa, bu 3000, 4000 də ola bilər. Kiçik ətrafa müraciət edə bilərsinizsə, 100 manat da ola bilər. Bunu demək olmaz, hər kəsin öz şəxsi bacarığından asılıdır. Qiymətlər heç də ucuz olmur, kifayət qədər bahalıdır. Təbii kosmetik vasitələr, çünki həqiqətən də burada sərf olunan əmək çox böyükdür. Çünki xam maddələrin kənardan gəlməsi olsun, yaşanılan çətinliklər olsun, onların sonra saxlanma müddətləri çox az olduğuna görə bir dəfəyə çox böyük miqdarda məhsul hazırlayıb saxlamaq mümkün deyil. Ona görə də qiymətlər biraz digər kosmetik vasitələrdən baha olur. Son vaxtlar Azərbaycanda təbii kosmetika bazarında inkişaf müşahidə olunur. İşin sahibləri məhsul satışını əsasən sosial şəbəkələr üzərindən aparırlar. Bu istiqamətdə inkişaf etmiş ölkələr isə Fransa, Almaniya, İsveç, Amerika Birləşmiş Ştatlarıdır. Adı çəkilən ölkələrdə bazar o qədər inkişaf edib ki, kiçik brendlər artıq böyük şirkətlərə çevrilib şəbəkə şəklində fəaliyyət göstərirlər.
Azərbaycanın ən gözəl tərəflərindən biri odur ki, bazarda ciddi bir alıcılıq kütləsi var və bazardakı insanlar məhsul və xidmət almağa maraqlıdırlar. Yəni bir çox xüsusən Avropa ölkələrində insanların bir ehtiyat balansı formalaşdırırlar. Məsəl üçün onun aylıq gəliri $1000-dırsa, o bunun $700 ehtiyat balansına atır və $300 həyatını keçirtməyə çalışır. Amma Azərbaycanda belə bir ekvivalent yoxdur. Gənc nəsil olduğuna görə onlar gəliri əldə etdikləri anda onu xərcləmək istəyirlər. Hal-hazırda ölkəmizdə bu üzrə ixtisaslaşmış və müəyyən qədər məhsulları istehsal edən insanlar var. Lakin bizim kənardan müşahidələrimizə görə heç bir məhsul tam olaraq sertifikatlaşdırılmayıb. Bunun üçün çətinliklər var. Çünki məhsulların hansı orqanlar tərəfindən tam olaraq dəqiq şəkildə sertifikatlaşdırılması hələ bəlli deyil. Sertifikat alınmayıbsa məhsula, bu məhsulun tərkibi yazılmır onun qablaşdırılmasının üzərinə. Əsas bu bazarın üstünlüklərindən biri budur ki, bazar hələlik ki çox boşdur və alıcı kütləmiz daha çoxdur və nə qədər çox alıcı kütləsi olarsa, biznesin gəlir payı da o qədər çoxala bilir. Türkiyədə artıq rahat bir şəkildə bu kosmetik vasitələrin hazırladıqdan sonra sertifikatlaşdırılmada hər hansısa bir çətinlik çəkmirlər. Hazırlanan məhsul göndərilir, tərkib yoxlanılır və sertifikat verilir. Bu ev şəraitində hazırlanan və yaxud kiçik laborator şəraitdə hazırlanan məhsullara da verilə bilər. Bu sahədə böyük bir ehtiyac var. Çox insanlarda hələ də təbii kosmetikaya maraqlansa da yaxınlaşmağa cürət eləmir. Amma hansı ki, təbii məhsul o deməkdir ki, ata-babalarımız bunlardan istifadə edir. Məsələn, şampun tərkibində cil var. Cil ilə hal-hazırda da cillə təmizlik işi görən insanlar var. Təbiətdən gələn nə varsa bizim üçün faydalıdır, bizim orqanizmimizə uyğundur. Çünki biz də o təbiətdən gəlmişik.